Salamlayıram hər birinizi, kanalıma xoş gəlmisiniz. Bugün yenə mən sizlərlə milli mətbəximizdən olan baklava hazırlayacağım. 600 qramlıq list üçün baklava hazırlayacağıq. Lazım olacaq bizə 470 qram un, 100 qram xamar, 100 qram ərinmiş yağ, 2 yumurtanın sarısı, 250 ml süd götürmüşük. Aşağı yuxarı qram dəyişə bilər, ondan sonra reseptdə qeyd edəcəm. Bir paket vanilin 5 qram, quru mayada çox az, 1/4 çay qaşığı istifadə edəcəyik. Çiğ üçün mən götürmüşəm 500 qram qovrulmuş ağ qoz, 400 qram şəkər tozu və hil. Paxlavanın qozunun məsləhətdir ki, süzgəcin iri gözündən keçirəsiniz. İlk öncə xəmirimizi yoğururuq. Unumuzu qaba əlavə edirik. Xamanı əlavə edirik. Yağımızı əlavə edirik. Sonra vanil. Yumurtanın sarısını ayırırıq. Xəmirə yalnız sarı əlavə edəcəyik. Xəmirə çox az quru maya əlavə edirik. Təxmini bu qədər. 1/4 çay qaşığı. Südün yarısını əlavə edib yoxlayacaq. Ehtiyac olursa sonradan artırarıq. Xəmirimizi biraz yoğururuq. Tam toparlayandan sonra yarım saat dinlənməyə qoyuruq. Xəmirimiz yarım saat gözləyəndən sonra 10 ədəd balaca kündələrə ayırırıq. 2 ədəd də böyük. Alt və üst kündə olacaq. Qramları lap dəqiq deyəcəm. 45 qram 10 ədəd balaca kündəmiz olacaq. Alt kündəmiz 200 qram, üst kündəmiz 250 qram oldu. 10 ədəd də 45 qramlıq kündə çıxdı. Baklavanın kündələri biraz özünə gələnə qədər biz də içliyimizi hazırlayırıq. Ərmiş. Baklavanın kündələri 15 dəqiqə dincəldi. Başlayırıq yayma. Üst-üstə aralarına un səpib gözlədirik. Baklavanın balaca kündələrini yayıb bitirəndən sonra
Üst-üstə yığırıq, keçirik alt kündəmizi yayırıq. Alt kündəmizi digərləri kimi çox nazik yaymayacaq, qalın olacaq. Listimizi yağlayırıq, sonra alt kündəmizi yerləşdiririk. Burada qatı kərələri istifadə edirəm. Listimizi yağladıq, indi alt kündəmizi səririk. Listin içi qoyub yerləşdiririk. Birinci sərdiyimiz yuxanın üstünü yağlayırıq. Yaydığımız ilk yuxadan başlamaq üçün birinci bu kündələri tərs çeviririk. Kənara köçürdürük. Alt kündəmizin üstündən birinci bir dənə nazik yuxamızı yerləşdiririk. Alt kündəyə biraz nazik qoyuruq, çox şirəsi tutmasın deyə. Yuxaları sərdikdən sonra üstünü belə düzləşdiririk ki, baxlavamız axırda səliqəli alınsın. Baxlavanın bütün laylarına yığandan sonra lap axırıncı nazik kündəni yayıb üstünü belə bir payla deşirik. Deşirik ki, baxlavamız çox qabarmasın, səliqəli alınsın. Ən axırda üst hissəni yağlayırıq, sonra üst kündəmizi yayıb yerləşdirəcəyik. Baxlavanın indi üst kündəsini yayıb yerləşdiririk. Yığdığımız baxlavanı 1 saatlıq soyuducuya göndəririk. Soyuducuda özünü tutandan sonra doğrayıb bişirəcəyik. Baxlavamız 1 saatlıq soyuducuda gözlədikdən sonra baxlavanın üstünə çəkmək üçün yumurtaları hazırlayırıq. Yumurtanın ancaq sarısını istifadə edəcəyik. Bunu mütləq süzgəcdən keçirmək lazımdır ki, daha səliqəli alınsın. Baxlavamızın doğramağı daha səliqəli alınsın deyə xətkeşdən istifadə edirik. Kənar hissədə biraz boşluq buraxıb buradan doğramağa başlayırıq. Baxlavamızı doğrayandan sonra yumurta sarısını üzünə tam şəkildə çəkib yeridirik.
Paxlavanın üzərinə düzəcəyimiz qozları 1-2 dəfə yuyuruq. Sonra belə salfetkaya tökürük, artıq suyunu çəksin. Nəm olanda daha gec qızarır qozlar. Bu qozun alt hissəsində olan artıq yerlərini kəsirik ki, daha səliqəli görünsün. Paxlavamız hazırdır. İndi bunu 140 dərəcə alt-üst rejimdə fırının tam alt gözündə svetkanın üzərində bişməyə qoyuruq. 25 dəqiqə sonra çıxarıb yağını əlavə edəcəyik. "25 dəqiqə keçdi, paxlavamızı çıxartdıq, yağını əlavə edəcəyik. Əvvəlcə biraz yağın yarısını üzərinə gəzdiririk ki, bunun ara qatlarını kəsəndə paxlava çatlamasın. Yəni xəmirimiz səliqəli kəsilsin. Paxlavanı yenidən doğrayırıq. Kəsdiyimiz yerlərdən təkrar. Qalan yağı da paxlavanın üzərinə əlavə edirik. Paxlavanın yağını əlavə edəndən sonra alt hissəsi daha rahat qızarsın deyə ancaq alt rejimi yandırırıq ya da alt rejim bir də ventilyator işləyə bilər. Bunu 15 dəqiqə o qaydada bişiririk. Sonra alt-üst rejimə çevirib 140 dərəcədə 40-45 dəqiqə arası bişirməyə davam edirik. Paxlavamız artıq pişdi, hazırdır. Şərbətini əlavə edib soyumaya qoyacağıq. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşmək üzərə. Nuş olsun.